Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər. Şagirdlərim bu yaxınlarda məndən belə bir video istədi. Dedilər ki, bəs biz amonimlərdə çətinlik çəkirik. Düzdür, mən leksikologiya bölməsini izah edərkən amonimləri də daxilində izah etmişdim. Amma yenə də problemli qaldığı üçün, problemli bir məsələ olaraq, qaldığı üçün mən istədim ki, ayrıca bir video da hazırlayım və hər gün ən azı 5-6 amonim nümunəsi ilə tanış olmanız üçün sizə bir yol göstərim. Deməli, dəyərli şagirdlər, bizim bu deyək ki, faylı hazırlayarkən istifadə etdiyimiz vəsait Azərbaycan dilinin amonimlər lüğətidir. Şərq-Qərb, Bakı 2007. Yəni vəsait bu formada təqdim olunur. Əlavə olaraq da biz indi burada ümumi dilçilik sferasından yanaşıb da dərsi izah edə bilmərik. Çünki Dövlət İmtahan Mərkəzinin bəzi yanaşmaları ümumi baxışla bəzən üst-üstə düşmür. Ona görə də mən sizə sırf şagirdlərin və müəllimlərin imtahanında lazım olan hissəsini izah edəcəm ki, faydalanasınız. Belə özünüz şəxsən, yəni müəllimlər xüsusən, ayrı mənbələrdən də faydalana bilər. Deməli, amonimlər ümumiyyətlə necə tapılmalıdır? Bu qızın burada nə işi var? Bu qızı mən çıxartmışdım fayldan, nəysə fikir eləməyin. Deməli, amonimlər necə tapılmalıdır? Amonimlər nədir? Gəlin bunların üzərindən keçək. Ümumiyyətlə, formal olaraq bir-birinə oxşayan hər sözü biz amonim götürə bilmərik, dəyərli şagirdlər. Yəni, müəyyən sözlərin yazılışı, deyilişi eynidirsə, onlar amonimdir deyə bir şey olmayacaq. Amonimlərdə nələr eyni olmalıdır? Deyiliş eyni olmalıdır. Bunun içində vurğu da gedir. Vurğusuna qədər eyni olmalıdır. Yazılışı eyni olmalıdır. Hər hansı bir hərf oyan-buyan olmamalıdır. Və ən əsası, ən çox çaşdırılan başlanğıc formada mütləq şəkildə eyni olmalıdır. Başlanğıc forması fərqli olan sözlər amonim sayılmaz. Və leksik məna fərqli olmalıdır. Yəni, leksik mənaları eyni olan sözləri biz amonim götürmürük və ya hər hansı bir məna tayı məcazi olmamalıdır. Məsələn, əgər sən ağız sözünü götürürsən və deyirsən ki, bir insanın ağzı, heyvanın ağzı, bir də deyirsən qapının ağzı. Artıq sən ağız sözünü qapının ağzı deməklə məcazi mənada işlətdin və nəticədə onu çox mənalı elədin. Sən onu amonim eləmədin. Amonimdə neçə dənə məna tayından söz açılırsa, hamısı həqiqi mənada olmalıdır. İndi gəlin bu qaydaları ayrı-ayrılıqda təhlil edək və nümunələrə baxaq. Deyir ki, bu sözlər amonim deyil, çünki nə var? Yazılış fərqi var. Az əvvəl dedim, yazılış fərqi olan sözlər amonim sayılmaz. Məsələn, mətin sözünü bir variantda i ilə, birində i-siz yazanda, servis, s və z, atlas, atlas və ya təəssüf, təəccüb, fikir verib, f, b, əski, əski, g, k, nigah, nikah, g, k, bayaz, bəyaz, səpki, daha sonra səpki, birisi g ilə, birisi k ilə, əsir, əsir, əsil, əsil. Baxın, bu tip sözlər amonim nümunəsi deyil, əzizlərim. Nəyə görə amonim olmadı bu sözlər? Çünki bu sözlərin yazılışında fərq var. Yəni, cüzi də olsa, bir hərf də olsa, iki hərf də olsa fərq etmir. Fərq varsa bunları siz amonim cütlük kimi götürə bilməzsiniz. Burada qeyd olunan sözlər imtahanda istifadə olunacaq sözlərdir. Biz bu sözlərin mənasını bilmək istəyiriksə, mənim Telegram kanalımdan və ya ümumiyyətlə istənilən lüğətdən faydalana bilərik. Yəni, əsas mətləbdən kənara çıxmamaq üçün hər şeyi də demirəm. Sadəcə bilin ki, ekranda gördüyünüz sözlər amonim sayılmaz. Baxın, mən bir daha deyirəm, hər hansı söz ayrılıqda amonim olar, onunla işimiz yoxdur. Amma sırf bu cütlüklərdən söz açılır ki, məsələn, sən əgər burada danışırsansa xeyir və ya xeyir sözü haqqında, sən burada bu ikisini amonim götürə bilməzsən. Kompaniya, kampaniya, manşet, manjet, düzdürmü? Bunlardan hər hansı biri ayrılıqda amonim ola bilər. O mənə maraqlı deyil. Mən bu iki sözü yanaşı qoyub deyirəm ki, bu iki cütlük amonim cütlük deyil. Çünki burada yazılış fərqi var. Daha sonra ekranda gördüyünüz sözlər də yenə də amonim deyil. Bəs buna səbəb nədir? Çünki deyilişdə uzanma və ya vurğu cəhətdən fərq var. Uzanmanı da ayrı, vurğunu da ayrı, deyilişi də, yəni bunları düşünə bilərsiniz.
Məsələn, dava sözü 2 məqamda işlənir. Dava dərman, bir də dava, nərə balıq adı, bir də nərə, əyan, əyan, bəzən, bəzən. Fikir verin. Bunların dəyəri şagirdlər, baxın, dava sözü, bir dava dərman, bir də müharibə dava. Yəni siz bu ifadələri amonim hesab edə bilməzsiniz. Nə olsun ki, fərqli mənadadırlar və leksik mənaları bir-birlərindən tamamilə fərqlidir. Bunların birində uzanma var, digərində yoxdur əzizlər. Və ya elektrik, lirik, qrafik, mina, şaxta, orqan, bəzən və ya bəzən, bildir, mütləq, akademik, müxtəsər, üzr istəyirəm, burada n düşüb, m ilə olmalıdır, müxtəsər, xülasə, komik və s. Bu sözlər vurğusuna görə mənası dəyişən sözlər hesab olunduğuna görə bunlar amonim cütlük yaratmır. Aydındır. Bunu yaxşı yadda saxlayın. Daha sonra keçək növbəti hissəyə. Bu sözlər də amonim deyil, çünki ümumi isim xüsusi ismə keçib. Baxın, ceyran, maral, tərlan, şahin, bunlar nədir? Heyvan adlardır. Tərlan, şahin, quş adıdır, maral, ceyranı da bilirik. Bunları böyüklə yazanda bunlar insan adına çevrilir. Oğlan və ya qız adı və ya dənizi balaca bir də böyüklə yazdınız. Uşaqlar, ümumi ismin xüsusi ismə keçməsi və ya başqa nitq hissəsinin, yəni ümumi isim olmayan sözlər var. Məsələn, yaşar, gülər, sevir, bunlar feildir. Nəyə keçdi? Xüsusi ismə keçdi böyüklə yazılanda. Mehriban və nadir sözləri ayrılıqda deməli sifətdilər, amma böyüklə yazanda biri qadın adı, biri kişi adına çevrilir, xüsusi ism olur. Bunlar amonim cütlük sayılmaz. Yəni ümumi ismin xüsusi ismə, xüsusi ismin ümumi ismə keçməsi bu baxımdan dəyərləndirilmir. Bu sözlər də amonim deyil, çünki başlanğıc formaları fərqlidir. Abituriyentlərə ən çox çaşdırılan məqam da elə məhz buradadır. Baxın uşaqlar, deyir ki, yara sözümü çatdırın. Bunun başlanğıcı nədir? Yar, yəni sevgili mənasına gələn yar sözüdür. Baxın, ayrılıqda yar sözü amonimdir. Mənim ondan işim yoxdur. Bir yarmaq feili, bir də yar sevgili mənasında isim. Amma mən hal-hazırda yara formasında olan sözü təhlil edirəm və bunların öz aralarında amonim olub olmadığına baxıram. Birinin başlanğıcı yardır. İkinci nümunəyə baxaq. Əlimdəki yara qəlbimdəkinin yanında heçdir. Buradakı yarmaq feilindən yara ismi yaranıb və bunun başlanğıcı yara olacaq, çünki A leksik şəkilçidir və başlanğıc da ən son leksikdədir. Üçüncü nümunədə deyir ki, bu qızıl əllər gör nələr yaradır. Bunun başlanğıcı yaratmaqdır, zamandır. Deyir, bu kitab işimə çox yaradı. Deməli, baxın, yara, yarat, yara, fikir verin. Burada başlanğıcları üst-üstə düşən sözlər hansılardır? Dəyəri şagirdlər. İkinci nümunədəki əlimdəki yara, bir də dördüncü nümunədəki işimə yaramaqdakı yara. Deməli, uşaqlar, yara sözünə fikir versək, biz burada yara sözünün başlanğıcının, yəni feil olaraq yaramaq feili olduğunu görürük. Bir də yara sözü eyni zamanda isim də ola bilir. Yar isminə qoşulmuş A leksik şəkilçisi ilə feildən isim yaranır. Deməli, biz buradakı və buradakı nümunələri amonim hesab edirik. Bunun başlanğıcı yaratmaq, bununki isə yar olduğu üçün 4 söz öz aralarında yalnız ikisi ilə amonimlik təşkil elədi. Digər ikisi isə kənarda qaldı. Və bir daha deyirəm, birinci nümunənin amonim olmadığını iddia etmirəm. Amonimdir. Amma mən burada yara sözünə baxırdım. Mən burada yar sözünə baxmırdım. Və ya bağlamanı açdıq deyəndə nəyi açdıq? Bağlamanı. Bağlama. Ma leksik, ən son leksik budur və bağlama nədir? Başlanğıc formadır. Bir də deyirəm ki, qapını elə bağlama, nə etmə sualına cavab verir. Bu zaman isə bunun başlanğıcı bağlamaq, yəni bağlamaq, yox, bağla hissəsi olacaq. Ma isə inkar olduğu üçün, qrammatik şəkilçi olduğu üçün o başlanğıca daxil deyil. Fikir versəniz, bunlar da formal olaraq oxşasalar da biz onları amonim kimi, tay kimi götürə bilmirik. Və ya üçüncü nümunədə, əkin işləri bu il erkən başladı. Əkmək feilinə indeksik şəkilçisi qoşulub və isim yaradıb. Əkməkdən əkin başlanğıcı da budur. Bir də deyir ki, buralara da soğan əkin. Bunun isə başlanğıcı ək olacaq, çünki in orada qrammatik şəkilçidir. Yenə də bunlar da öz aralarında amonim deyirlər. Bir digər nümunəmizə baxaq. Məsələn, bu da sadə bir nümunədir.
Deyir ki, bu sözlər amonim deyil, yenə başlanğıcları fərqlidir. Məsələn, deyirəm ki, birə ən çox heyvanlarda görülür. Birə bir həşərat adıdır və onun başlanğıcı sadə sözdür, birədir. Bir də deyirəm ki, birə 5 əlavə edin. Artıq buradakı bir saydır. A ən yönlü kal şəkilçisi olduğu üçün bunun başlanğıcı 1-dir. Birində 1 oldu, birində 1 oldu. Belə olan halda bunların başlanğıcı fərqlidirsə, mən durub da bunlara amonim nümunə deyə bilmərəm. Gəldik leksik və qrammatik amonimlik anlayışına. Bəzi mənbələrdə bunlar müxtəlif cür şərh oluna bilər. Bir daha deyirəm, mən Dövlət İmtahan Mərkəzi proqramına əsasən izah etməyə çalışıram. Deyir ki, leksik amonimlik görün necə olur. Leksik amonimlikdə məna tayları mütləq əsas nitq hissəsi olmalıdır. Məna taylarından heç biri köməkçi nitq hissəsi ola bilməz. Məsələn, don sözü hər iki mənası əsas nitq hissəsidir. Bir isim, qadın geyimi, bir də donmaq feili. Ac, qarnı boş, qarnında yemək olmayan mənasında sifət, bir də acmaq feil. An, ən cüzi zaman mənasında isimdir, bir də anmaq feil. İxtiyar, haqq, hüquq deməkdir. Mənim buna ixtiyarım var, məsələn, isim, bir də qoca yaşa dolmuş sifət. Fikir versəz, 4 amonimə baxdıq və hamısı leksikdir. Çünki mənalarından heç biri, ikisi və ya daha çoxu köməkçi nitq hissəsinə gedib çıxmır. Daha sonra qrammatik amonimliyə baxaq. Qrammatik amonimlikdə məna taylarından ən az biri köməkçi nitq hissəsi olmalıdır, dəyərli şagirdlər. Məsələn, aman, əmin-amanlıq, dinclik mənasında isim olur, amma ikinci məna həyəcan, şikayət nidasıdır. Belə işarə əvəzliyi ola bilir, amma ikinci mənada ədaddır. Qabaq, balqabaq mənasında isim, irəli ön və ya deyək ki, əvvəl mənasında zərf, amma dördüncü bir mənası qoşma olur. Səndən qabaq, məndən qabaq. Əvvəl sözü də yenə eyni formada. Əvvəl və sonra sözləri zərf, ikinci mənada isə qoşma olur. Səndən əvvəl, səndən sonra. Gəldik oy sözünə. Məsələn, oy, qazmaq, oymaq mənasındadır. Yeri qazmaq, eşmək, feil. Bir də oy, ağrı, istirab, kədər, nidası kimi çıxış edir. Verilmiş nümunələrdə 1, 2, hətta bəzən ola bilər ki, dəyərli şagirdlər, məsələn, ilədən danışırsan. İlə bir nə olur? Birləşdirmə bağlayıcısı olur, düzdürmü? Bir də birgəlik vasitə məzmunu bildirən qoşma olur, əzizlərim. Görürsünüzmü? Hər iki tayı da köməkçi nitq hissəsi oldu. Bax, bu da qrammatik amonimlik yaratmış sayılır. Qrammatik amonimlik şəkilçilər arasında da ola bilər. Şəkilçilər də öz aralarında amonim ola bilir. Məsələn, ın, in, un, ün, yiyəlik hal şəkilçisi, mənsubiyyət şəkilçisi və leksik şəkilçisidir. Məsələn, əkməkdən əkin ismi, almaqdan alınmaq feilidir. Yəni, müxtəlif nitq hissələri yarada bilir. Ar-ər eyni formada zaman şəkilçisi olur, leksik şəkilçisi olur. Məsələn, axmaqdan axar, axar çay. Burada sifət düzəltdiyini deyə bilərik. Bir də ar-ər yenə, daha doğrusu ır, ir, ur, ür, yenə zaman və leksik ola bilir. Baxın, köçməkdən köçür, nə edir də ola bilər? Köçməkdən köçürmək də ola bilər. Ür birində leksik oldu, birində qrammatik oldu. Biz bu şəkilçiləri bütün mövzu izahlarında ayrı-ayrı amonimliyini izah etmişik. Ona görə üzərində çox durmuram. Mövzu izahlarında hamısı var. im, ün yenə də mənsubiyyət və leksik olur. Məsələn, leksik olaraq yozmaqdan yozum, duymaqdan duyum, bu tip sözlər yarada bilər. Bir digər anlayış frazeoloji birləşmələrin amonim olmasıdır. Dəyərli şagirdlər, frazeoloji birləşmələr yalnız məcazi məna kəsb elədiyi təqdirdə frazeoloji birləşmə olaraq qalır və amonim olur. Məsələn, başa vurmaq ifadəsini 3 məqamda görə bilərsiniz. O etdiklərini hamının başına vurdu, minnət qoymaq, qaxınc etmək. 2. İşi başa vurdu, yəni bitirdi. Üçüncü bir cümlə isə deyir, daşı uşağın başına vurdu. 1 ilə 2-dəki mənası aşağıda lüğətdə qeyd olunan sona çatdırmaq, bitirmək və etdiyi yaxşılığı dilə gətirmək mənasında işləndiyi üçün 1 ilə 2 amonim cütlükdür. Lakin daşı uşağın başına vurdudakı başına vurdu ifadəsi situativ məqamda bu artıq frazeoloji birləşmə olmayacaq. Bu ümumiyyətlə birləşmə olmur, vurdu ayrı, baş ayrı, uşaq ayrı, daş ayrı. Yəni bunlar ayrı-ayrı müzakirə obyektinə çevrilir. Orada frazemlə və ya hər hansı bir birləşmədən əsər əlamət qalmır. Bunu nəzərə alın. Çünki həqiqətən uşaq daşı kimisə başına vura bilər.
Daha sonra bir söz həm amonim, həm də çoxmənalı ola bilir. Bəzən şagirdlər elə başa düşür ki, bir dənə söz amonimdirsə, o çoxmənalı ola bilməz və ya hər hansı bir söz çoxmənalıdırsa, o amonim ola bilmir. Dəyərli şagirdlər, biz amonimlərə dedik ki, amonim olaraq düşündüyünüz sözlər amonimlik çərçivəsində məcazi mənada işlənə bilməz. Lakin çoxmənalı olması üçün bir sözün məcazi olması gərəkdir. Ona görə baxın, dil sözünü insanların danışıq dili, rus dili, ingilis dili bu mənada düşünsəz, ikinci bir mənaya da orqan, yəni ağızdakı dil mənasında düşünsəz, bunların hər ikisi həqiqi olduğundan amonimdir. Amma bircə dənə nümunə gətir. Alovun dili, çəkmənin dili olur çoxmənalı. Eyni şey, məsələn, kök sözü. Ağacın kökü deyəndə həqiqidir, kök tərəvəz deyəndə həqiqidir. Bir də sifət mənası da var, artıq çəkilir. Bu üç mənada dedik ki, həqiqi olur. Bir də kök sözü problemin kökü mənasında məcazi olur. Deməli, həm amonim tayları var, həm də bəzi məqamlarda məcazi olaraq çoxmənalı da ola bilir. Aydındırmı? Bu məsələləri yadda saxlayın. İndi mən sizə istəyirəm ki, bəzi əlçatan amonim nümunələrini göstərim və sizin faydalanmanıza müəyyən qədər kömək edim. Telegrama daxil olduqda Azərbaycan dili altdan xətt validə səhifəsinə daxil olursunuz. Linki həmişə şərhlərdə olur. Baxın, burada sabitlənən mesaja toxunursunuz və ilk mesaja gedirsiniz. Burada kanalımızda olan rubrikalar var. Amonimlər rubrikasında sizə lazım olanlar var. Amonimlər rubrikasına toxunduqda, baxın, deyir ki, 112 mesaj tapıldı. Baxın, dan sözünün amonimliyi, qabaq sözünün amonimliyi, daha sonra tağ sözünün amonimliyi, daha sonra yel, sonra bitirmək feili, prospekt sözü. Bax, bunu məncə çox adam bilmir. Ekranda görürsünüz, oxumuram. Kəmər sözü, daha sonra çəki sözü, yarı sözü, xor sözü, xar, əsər sözü, götürülmək, ötmək, fəsil və daha necələri, fikir verin. Bunların amonimliyini siz, baxın, burada şəkilli formadadır. Məsələn, açıram bunu. Baxın, artıq qadının başındakı yaylıq gözümlə gördüm. Həm oxuyuram, həm görürəm. Eyni zamanda burada da yay fəslinə aid yayı bildirən bir işarə, günəş işarəsi qoyulub. Və ya, məsələn, hey sözünün amonimliyi. Hey bir qüvvətli, insanın heyi qüvvəti. Hey çağırış nidası ola bilər. Bir də hey durmadan mənasına gələn zərf ola bilər. Belə situasiyaları həm görürəm, həm oxuyuram və yaddaşımda daha yaxşı qalır. Və bunlar imtahanda istifadə oluna biləcək nümunələrdir. Ona görə diqqətli olmanızı tövsiyə edirəm. Buradakı qeydləri biz həmişə dim əsaslı vəsaitlərdən seçirik ki, dim hardasa, məsələn, bu sözü təkrar edəsə, abituriyent artıq kanalımızda görmüş olsun və faydalanmış olsun. Sizin üçün faydalı olan hər şeyi həm WhatsApp, həm də ödənişsiz Telegram kanallarımızda bölüşürük. Ümid edirəm ki, bu rubrikamız da sizin üçün faydalı olar. Məsələn, surət, qara, hava, kürü, sonra. Hətta ilk paylaşdığım nədir, ora gedək istəyirsiniz. İlk paylaşdığım kanalda amonim nümunəsinə baxaq. Zindan sözü 21 aprel 2022-ci il bu ərəfələrdə bölüşmüşəm. Zindan, keçmiş zamanda qaranlıq və müthiş dustaqxana, insanların qaldığı yer, bir də üzərində metal döymək üçün dəmirçi alətinə də zindan deyilir. Daha sonra bürc sözü bildiyimiz deməli qədim şəhər hasarının üzərində, bax, bu hissəyə deyilir, müşahidə qülləsi, bax, bura. Bir də bürc, bildiyimiz astronomiya, elmi, məsələn, buğa bürcü və s. və axır. Daha sonra birində deyək və yekunlaşdıraq, məsələn, olsun xar sözü. Xar sözü arxaik sözdür, düzdür. Arxaik mənada sözlər sizdən soruşulmur, yenə də lüğətdə var idi deyə bölüşdüm. Yəni, arxaik sözləri boş verə bilərik. Siz əsas ədəbi dildə olanlara baxın. Yumşaq, boş, məsaməli mənasında sifət olur. Bir də zəlil, üzü qara, rüsvay, xəcalətli, pərt mənasında işlənə bilir. Ümid edirəm ki, qeydimiz sizin üçün faydalı oldu. Daha çox amonimlə tanış olmaq üçün sadəcə bizi izləməyiniz kifayətdir. Unutmaq olmaz ki, videoda hər şey demək olmur, çünki həqiqətən
fonetika və leksikologiya bölməsi çox genişdir və bunu heç bir videoda biz izah edib bitirə bilmərik. Ümid edirəm ki, ən azından sizin üçün faydalı oldu və daha çox nümunə ilə tanış olmaq üçün edəcəyiniz tək şey Telegrama daxil olmaqdır. Sağ olun, salamat qalın.